Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil fərəcəhəm. Əziz izləyicilər, sizə bir video parça təqdim etdim. O video parça haqqında biraz giriş-güzar etmək niyyətindəyəm. Əvvəla onu xüsusi qeyd edeyim ki, bəziləri fürsətçilər yenə də fürsətdən istifadə edib yanlış məsələni yanlış istiqamətə aparmasınlar. Mənim Hacı Şahinlə bağlı, Hacı Şahinin il dönümü ilə bağlı onu qeyd etmək, onun adının hallanması, onunla bağlı müəyyən hərəkətlər, müəyyən məclislər təşkil etmək qəti əleyhinə deyiləm. Sadəcə mən məclisin formatı ilə bağlı danışmaq istəyirəm. Gördüyünüz kimi Ramazan ayıda iftar süfrəsidir. Hacı Şahinin 3 illiyinin tamamında, 3 illik artıq 3 ildir dünyadan köçüb, Allah rəhmət eləsin, yaxınlarına da yeri gəlmişsən, Allahdan səbir diləyirəm, xüsusən ailə üzvlərinə, onu səmimi qəlbdən sevən insanlar çoxdur, hər birinə Allahdan səbir diləyirəm, özünün də günahların bağışlanmasını Allahdan istəyirəm, Allah günahlarını bağışlasın, Allah rəhmət eləsin. Amma biz gördük ki, Hacı Şahinin 3 ilinin tamamında anın məclisində böyük bir məclis təşkil olunub. Məclisdə süfrənin üstündə barmaq basmağa, məşhur filmdə deyildiyi kimi barmaq basmağa yer yoxdur. Bu nə zaman baş verir? Bu o zaman baş verir ki, müsəlman aləminin böyük liderlərindən biri, İslam inqilabının rəhbəri Seyid Əli Xamenei cənabları dünyanın ən xəbis insanları tərəfindən şəhid edilir. Ora toplananlar deməli bu şəhadət günlərində özdə yeni şəhid olunub, şəhadət günlərində mən onların əksəriyyətini sosial şəbəkələrdə paylaşımlarına da göz gəzdirdim. Bu barədə bir cümlədə belə səsləndirməyiblər, yazmayıblar. Və ikinci məsələ, bir irad bildirmək istədiyim ikinci məsələ, sanki anın məclisi deyil, bir şadyanalıq, şənlik məclisidir. Bu məsələdə xüsusi yaraşmayan bir mövzudur. Üçüncü irad bildirmək istədiyim məsələ, eyni gündə şəhid Səbuhi Səlimovda zalim rejimin həbsxanasında şəhid oldu 2023-cü il. O da haqsız yerə şərlənərək həbs olunmuşdu. Mən Səbuhi Səlimov şəxsən tanıyırdım. Onunla bağlı bir cümlə belə paylaşımı çox görən adamlar, ruhanilər və gəlib orada Hacı Şahinin anın məclisində bayram tədbiri kimi təşkil olunmuş anın məclisində yeyib içmək təşkil olunub və ən nəhayət ölkənin vəziyyəti hər kəsə məlumdur. Ölkədə insanların durumu hansı vəziyyətdədir və xüsusən həbs olunan bacı qardaşlarımız ki var, təqribən qeyri-rəsmi məlumatlara görə 5000 ətrafında həbs olunan bacı qardaşlarımız var. Onlardan bəziləri də ruhanilərdir. Şeyx Sərdar kimi böyük ruhani, Azərbaycanın böyük ruhanisi Şeyx Əli Behişti, Hacı İlham Qədir, saymaqla bitməyən dəyərli ruhanilər və eyni zamanda 6 hicablı xanım ki, hansı ki onlar İmam Hüseyin məclisini təşkil etdiyinə görə, İmam Hüseyin üçün ehsan payladıqlarına görə onlar şərlənərək həbs ediliblər. Nə olardı ki, orada dünyanın bütün naz-nemətini stolun üstünə düzürdülər. O naz-nemətdən heç olmasa 1%-ni həmən ailələrə göndərmək belə çətinmidir? Mən əminliklə sizə deyirəm ki, çıxıb kimsə deyəcək ki, sən hardan bilirsən, bəlkə də onlara göndərirlər filan. Mən əminliklə deyirəm ki, o məclisdə
hamısını demirəm, amma o məclisi təşkil edən şəxslər ki var, sinələrin qabağa veriblər, rejimlə hər hansı bir razılığa gedib elə bir məclis görüntüləyirlər. O adamlar heç həbs olunan bacılarımızı, heç həbs olunan ruhani qardaşlarımızın haqqında onların yanında bir kəlmə danışmağa icazə vermirlər. Nəinki hələ onlara kömək etsinlər. Əzizlər, hər kəs bilir və hər kəs kifayət qədər ölkədə baş verən hadisələrdən xəbərdardır. Əgər bir ölkədə İmam Hüseynin səmimi qəlbdən İmam Hüseynin adı çəkiləndə, onun adı yazılmış köynək geyiləndə dərhal hökumət reaksiya verir və həmən adamı cəzalandırırsa, belə bir məclisin təşkil olunması sizcə o təşkilatçıların öz cəsarətlərinin və Hacı Şahinə sevgilərinin nəticəsidir, qətiyyən. Bu əslində, mən bir daha bunu deyirəm, bu bir iddiadır. Əslində, kimlərsə razılaşmaya bilər. Amma indiki vəziyyətdə zalim hakimiyyətlə əlbir olan ruhanilərin, ruhanilər tərəfindən məhz belə bir tədbirin ortaya atılması və bunu cəmiyyətdə, sosial şəbəkələrdə paylaşım etməsi əslində o deməkdir ki, Azərbaycanda dini vəziyyət olduqca yaxşıdır. Baxın, görün, biz ilahiyyatçımıza məclis 3 mərasimi veririk, daha doğrusu 3 illiyinin anım mərasimini təşkil edirik. Özlə meyxanaçılarla, çalıb oynamaqla, ondan sonra yağın ki, oradan durub bəzilərini mən ünvanlayıram. O məclisdən yağın görünməyən tərəfində meyxana məclisi ilə yekunlaşıb. Onu efirə verməyiblər yağın ki, bu ehtimaldır. Əlbəttə, həm də ironiyadır. Və bu o deməkdir ki, bu məclisin görüntülənməsi o deməkdir ki, Azərbaycanda heç bir dini problem yoxdur. Biz hər şey, öz dinimizi rahat yaşaya bilirik. Həbs olunan dindarlar da elə öz günahlarının ucbatından həbs olunurlar. Həbs olunan hicablı qadınlar da öz günahları ucbatından həbs olunurlar. Bax, bu məclisin, dünənki məclisin mesajı bundan ibarətdir. Mən bir daha deyirəm, Allahdan qorxun. Allahdan qorxun. Allahdan qorxun. Bir gün ölüm mələyi sinəmizə gəlib çökəndə, canımızı alıb aparanda bu işlərə görə cavab verə bilməyəcəyik. Zalim rejimin alətinə çevrilməyək, əl-ələ verək, Azərbaycanda həbs olunan dindarları, bacı qardaşlarımızın ən azı heç olmasa onların haqqında paylaşımlar olmaqla onların müdafiə eləməyə qalxaq. Əgər bunu bacarmırıqsa, heç olmasa zalim rejimin maşasına çevrilməyək. Bu tədbir, mən əminliklə deyirəm ki, Hacı Şahin, mərhum Hacı Şahin də özü əgər sizə bir söz demək imkanı olsa, eyni tənqidi bəlkə də eləyərdi. Çünki belə bir dövrdə heç bir zaman bu cür tədbirin təşkil olunmasının, yayılmasının tərəfdarı olmazdı. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuhu.